Bir-iki kəlmə İran-İsrail müharibəsi haqqında. Əvvəla onu bildirim ki, mən bir normal vətəndaş kimi bütün müharibələrə, zorakılığa qarşıyam. Amma bu artıq bir faktdır, bu baş verir. Özü də ki, sözsüz ki, bu müharibənin Azərbaycana da toxunan bir məqamları var. Başlayaq ondan ki, İran uzun illərdir ki, Ermənistan dövlətinin ən böyük, ən önəmli müttəfiqlərindən biridir regionda. Özünüz də çox güman ki, bilirsiniz ki, 5 il bundan qabaq 44 günlük müharibə nəticəsində üç tərəfli razılaşma əsasında Zəngizur dəhlizinin açılmamasının da səbəblərindən biri həmən İrandır. Çünki İrana sərf eləyir ki, Azərbaycan, yəni əsas Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında olan yolu İranın ərazisindən keçən yolu istifadə eləsin. Çünki buna görə həm Azərbaycandan rüsum götürür, yəni maliyyə tərəfini götürək də, həmçində siyasi tərəfini götürür. Lazım olanda bir siyasi təzyiq kimi o yoldan istifadə edir. Həmişə edib bizim dövlətimizə qarşı. Onu da istəyirəm xatırladasınız ki, səhv eləmirəmsə Zəngilan döyüşlərində idi deyəsən o. Ola bilər indi konkret bir hansı bölgədə olanın, yəni mən səhv deyim. Orada bir məqam olmuşdu ki, bizimkilər irəli gedirdilər. Müəyyən bir hərbi belə deyək də tapşırıqda idilər və İran onların qarşısını kəsdi. Məcbur oldular onlar 4x4 dövran vurmaq, keçməyə, yəni dairə vurub keçməyə. Halbuki onun nəticəsində çox sayılı bizim əskərlərimiz həlak oldu, şəhid verdik. Yəni belə məsələləri çox saylamaq olar. Hələ başlayaq bir dənə ondan ki, özünüz bilirsiniz də bizim sərhəd yönlü iki iddialı dövlətlər vardı, hansı ki bizim ərazimizə iddialıdır. Şimaldan bu Rusiyadır, cənubdan isə bu İrandır. Yəni bunlar həmişə bizə qarşı iddialı olublar. Bunlar heç vaxt bizə dost gözü ilə baxmayıblar. Yəni harada fırlansalar, burada fırlansalar biz onlar üçün bir düşmənik. Daha doğru desəm biz onlar üçün belə deyək də bir nəsə bir yeməli bir şey ki, hansın ki həmişə bunlar can atıblar ki, yesinlər. Ona görə yəni İranla İsrailin hal-hazırda gedən müharibə zabanı, yəni İranın zəiflənməsi, bu o deməkdir ki, Zəngizur dəhlizinin açılması bu yaxın bir gələcəkdə gerçək ola bilər. İkinci variant, İsrailin burada zəiflənməsi bu Türkiyənin güclənməsi deməkdir. Bu da yəni strateji baxımdan yenə də bizə sərf eləyir. Bir də mən sizə deyim ki, bəziləri bu dəqiqə Azərbaycanda belə bir şayələr yayılır ki, İranın nüvə obyektləri vurulsa bu böyük bir katastrofaya götürüb çıxara bilər. Məsələn, ən böyük bunların nüvə obyektlərindən biri Buşer şəhərində yerləşir. Həmən o Buşer şəhərindəki birbaşa Fars körfəzinin sahillərində yerləşir. Buşer şəhər ilə Azərbaycan arasında 1830 kilometr məsafə var. Yəni bu çox böyük bir məsafədir. Məncə Buşer şəhərin nüvə obyektlərinin vurulmasından birinci düşünməlidir ətrafda olan yaxın şərq dövlətləri. Yəni Azərbaycana onun o qədər də böyük bir təsiri olmaz. Bir onu da vurğulamaq istəyirəm ki, indi şəxsən mənə aydın oldu ki, 5 ildir bizim sərhədlərimiz niyə bağlıdır? Yəni təsəvvür eləyin ki, bu dəqiqə bizim quru sərhədlərimiz açıq olsaydı, yəni bu böyük bir fəlakətlə nəticələnə bilərdi. Çünki Azərbaycana qarşı minlərlə yox, 100 minlərlə İrandan gələn qaçqınlar olar idi. Bu da özünüz başa düşürsünüz də, onsuz da Bakı dözmür heç ətrafda, yəni ki, öz bölgələrindən gələnlərlə, yəni Bakının infrastrukturu ona uyğun deyil artıq. Təsəvvür eləyin, bura 100 minlərlə qaçqınlar gəlsəydi nə baş verərdi? Yəni bu çox böyük bir fəlakətə çevrilə bilərdi. Sözsüz ki, Allah eləsin ki, bu müharibələr bitsin, qurtarsın. Amma ki, bir Azərbaycan yəni dövləti olaraq, Azərbaycan dövləti də sözsüz ki, bu məsələlərdən öz maraqlarını, yəni ki, buraxmamalıdır. Mənə elə gəlir heç buraxmaz da, çünki bizim dövlətimizin başında doğrudan da siyasət baxımından çox müdrik bir insanlar oturublar. Məncə inşallah Azərbaycana
Yəni ki, bu müharibənin digər pis tərəfləri toxunmaz. Allah hamısına kömək olsun. Bu qədər qəlbdən qəlbə.